Azərbaycan gömrüyü xərçəng xəstəliyi üçün nəzərdə tutulan dərmanları ümumiyyətlə ölkəyə buraxmırlar. Şəkər xəstəliyi, şəkər və demək, ürək-damar sistemi üçün olan dərmanları da çox məhdud şəkildə buraxırlar və müxtəlif maneələr törədirlər. Çünki, məsələn, şəkər dərmanı var, Galvus Med adlanır. Galvus Med. Həmən Galvus Med dərmanı Türkiyədə istehsal edir, Avropada istehsal edir. Təbii ki, Türkiyədə istehsal olunan, bəlkə də Avropada istehsal olunandan biraz keyfiyyəti azdır. Amma təsəvvür edin ki, həmən dərman Türkiyədə təqribən 17 manatdan 20 manata qədər o lirənin dollara kursundan asılı olaraq bir paçkası 60 ədədi təqribən 17 manatdan 20 manata qədər dəyişir. Azərbaycan aptekində onun qiyməti 75 manatdır. 75 manat. 75 manat olduğu üçün də həmən monopolistlər Gömrük Komitəsinin qarşısında, gömrük işçilərinin qarşısında məsələ qaldırırlar ki, siz bu məhsulları Türkiyədən Azərbaycana buraxmayın. Sonra bu yaxınlarda o dərman işi ilə Azərbaycanda məşğul olan bir deputatın İngiltərədə vəsaiti ortaya çıxdı. Yoldaşı, uşağı filanı hamısı İngiltərədədir. Özü də deputatdır. O məsələni çıxartdılar və o məsələ aşkara çıxdı. Heç həmən deputata Azərbaycan hakimiyyəti tərəfindən gözün üstə qaşın var deyən yoxdur. Halbuki məhz bu yollar, bu cür vəsaitlərin daşınması hesabına ölkədə qiymətləri artırırlar. Qiyməti artırırlar ki, vəsait toplasınlar və onu da xaricə daşısınlar. Yəni, burada əsas səbəb dərman qiymətlərinin baha olmasının əsas səbəbi monopoliyadır. Əgər monopoliya olmasa, insanlara icazə verilsə, fərz eləyək ki, onlar Türkiyədən, Türkiyə istehsalı olan həmən dərmanı, Galvus Med dərmanını gətirə bilərlər Azərbaycana və Azərbaycanda əgər orada 20 manata başa gəlirsə, gömrüklə gəlsin 25 manat olsun, 30 manata, 35 manata sata bilərlər. Daha 75 manata yox. Eləcə də xərçəng xəstəliyi üçün olunan dərmanlar. Azərbaycanda o xəstəlik də, xərçəng xəstəliyi də monopoliya götürülür. Ki, dərmanlar yalnız onlarda olmalıdır, dərmanlar yalnız onlardan alınmalıdır, onların apteklərindən alınmalıdır və baha qiymətə alınmalıdır. İnsan da, deyək ki, xəstəsi olan, xərçəng xəstəsinə tutulan insanın yaxın qohumları çalışırlar ki, nəyin bahasını olursa olsun, ona xidmət eləsinlər, onun üçün dərman alsınlar. Halbuki, Azərbaycanda dərman sənayesi, Azərbaycanda da dərman istehsal olunur. Amma Azərbaycanda istehsal olunan dərmanlar, belə deyək ki, az miqdarda dərmanlar istehsal olunur. Halbuki, o sahəni inkişaf etdirmək mümkündür və Azərbaycanda dərmanın qiymətinin aşağı salması mümkündür. İnsanlar ondan da çox əziyyət çəkirlər. Bundan başqa, deyək ki, ölkədə şəkər xəstələrinə pulsuz dərman verilməsi anlayışı var. Yəni, İnsanlar, şəkər xəstəliyinə tutulan insanlar həkimlərin onlara təyin elədiyi şəkərə qarşı olan dərmanlarla təmin olunmalıdırlar. Bu haqqda qanun var. Tam təmin olunmalıdırlar. Amma 3 ildir ki, nəinki tam təmin olunma. Hətta dərmanları, insulinin miqdarını, deyək ki, bu vaxta qədər ayda 3 insulin alan insana indi 2 insulin verirlər. Səbəbini də izah edə bilmirlər. Deyirlər ki, Səhiyyə Nazirinin qərarı var. Səhiyyə Nazirinin də hər hansı bir qərarı ortada yoxdur. Heç kim də onu təqdim edə bilmir. Amma məsələ burasındadır ki, aptekə gedirsən, aptekdə bir dərman yoxdur. Əgər 15 günə, 10 günə gedib o dərmanları aptekdən ala bilirsənsə, mən şəkər xəstəsi olduğum üçün bunu dəqiq bilirəm. 10 günə gedib o dərmanları ala bilmirsənsə, sonra o dərman artıq yoxdur, çatmır.
çatmamaq o deməkdir ki,